Bildiyimiz kimi Azərbaycan dəmir yollarının bu il 145 yaşı tamam olur. 145 illik dəmir yolunun tarixini nəzər yetirdikdə ilk dəmir yolu marşrutu bizdə Bakı, Sabunçu, Suraxanı marşrutu üzrə olub 20 kilometr. Sonrakı illərdə artıq 1883-cü ildə may ayında Bakı ilə Tiflis əlaqəsi təmin olunub və ondan öncə artıq Tiflislə Poti əlaqəsi olduğundan beləliklə Xəzər limanları ilə Qaradəniz limanları arasında əlaqə yaranmışdı və Azərbaycan neftinin dünya bazarına çıxarılması, çatdırılması təmin olunmuşdu. Sonrakı illərdə şəbəkə genişlənmiş, həm Tiflisdən Aleksandropol, indiki Gümrü, Qars istiqamətində, Aleksandropol, İrəvan, Uluxanlı, Culfa və İkinci Dünya müharibəsi ərəfəsində Ələtdən Culfaya, Ələtdən Astaraya yollar tikilmiş. Ondan öncə də Bakıdan Dərbənd istiqamətində dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycanın fərqli istiqamətə dəmir yolu üzrə çıxışları təmin olunmuşdu və dəmir yolunun ölkə iqtisadiyyatında rolu artmışdı. Azərbaycan dəmir yollarının 20-ci əsrin 80-ci illərində artıq yük daşınması pik həddinə çatmışdı. 80-100 milyon ton yük daşınmışdı və sonrakı illərdə artıq torpaqlarımız işğal olunmuş, bəzi sahələr işğal altında qalmışdı, Ermənistan tərəfindən demontaj olunmuşdu və yollarımız bir istiqamət üzrə, yalnız Gürcüstan istiqaməti üzrə, şərq-qərb üzrə fəaliyyət göstərmişdi. Bu illər ərzində Azərbaycan təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu tikilmişdi və bu da Azərbaycanın yeni bir fürsətlər yaratmışdı. Aralıq dənizi limanlarına çıxışı, həmçinin Gürcüstanla yanaşı Türkiyə üzərindən Avropaya çıxışı təmin etmişdi. İşğaldan azad olunan torpaqlarda aktiv olaraq infrastruktur layihələri icra olunur. Bunlardan biri Yevlax-Xankəndi dəmir yolunun Bərdə-Ağdam hissəsi artıq istifadəyə verilib. Ağdamda dəmir yolu və avtovağzal kompleksi istifadəyə verilmişdi. Yaxın 2 il ərzində Xankəndi-Ağdam dəmir yolu da istifadəyə veriləcək. Həmçinin aktiv olaraq Horadiz-Ağbənd dəmir yolu tikinti işləri davam edir. Bu il ərzində bitirilməsi nəzərdə tutulub. Bu da Azərbaycan üzərindən keçən dəhlizlərin şaxələndirilməsi yönündə ciddi bir layihədir və buradan da yenə də dəhlizlər şaxələnir. Zəngəzur dəhlizi istiqamətində və Araz çayının digər sahilində İran ərazisindən olan Araz dəhlizi istiqamətində. Bu da gələcəkdə Azərbaycanın mümkün riskləri artıq minimumlaşdırılmasına gətirib çıxaracaq. Azərbaycan dəmir yollarının formalaşdığı 2017-ci ildən orta dəhlizin aktiv iştirakçısı və qurucularındandır. İnşası tamamlanan Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə Azərbaycana hansı ölkələrə tranzit yük çatdırılmasında rolu artıb? Bildiyimiz kimi Azərbaycan üzərindən fərqli nəqliyyat dəhlizləri keçir. Şimal-cənub, şərq-qərb, cənub-qərb marşrutları üzrə. Şərq-qərb nəqliyyat dəhlizi son illərdə daha da gündəmə gəlmişdi. Çünki bölgəmizdə mürəkkəb bir geosiyasi vəziyyət hökm sürür. Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdə olan problemli vəziyyət, sonradan Evergreen gəmisinin Lille oturması, bu da dəniz daşımalarında yeni risklər yaradıb və alternativ marşrutlara diqqəti artırıb. Bu alternativ marşrutlardan biri və ən önəmlisi orta dəhliz layihəsidir, hansı ki Çin, Qazaxstan, Azərbaycan, Gürcüstan, Türkiyə üzərindən keçən marşrutdur və bu marşrutun da önəmli həlqələrindən biri məhz Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəmir yolu hal-hazırda Avropa ilə Asiyanı əlaqələndirən yeganə marşrutlardandır ki, hansı ki sanksiya altına düşməyən ölkələrdən keçir. Dəhlizin potensialı daha böyükdür, amma inkişaf etməkdədir və dəhliz boyu darboğazlar var. Dəhliz eyni anda böyük həcmdə yükü qəbul etməyə hələ hazır deyildi. Çünki fərqli ölkələrin imkanları fərqlidir. Yəni əgər Azərbaycan ərazisində bir çox layihələr icra olunub tamamlanırsa, amma digər ölkələrdə vəziyyət hələ də istənilən səviyyədə deyil. Layihələr ya tamamlanır, ya ilkin
deyək ki, tikinti mərhələsində olduğundan bu da yüklərin həcminə birbaşa təsir edir. Amma hər gələn gün artıq yüklərin artım dinamikası müşahidə olunur və bir rəqəmi səsləndirmək olar ki, 24-cü ildə orta dəhlizlə 4,5 milyon ton yük daşınıb. Bu da ondan öncəki ildən 62% çoxdur. Yaxın 5 il ərzində bu rəqəmi 10 milyon tona qədər çatdırmağı hədəfləyiblər və bu artım dinamikası həmçinin də onunla əlaqəlidir ki, Azərbaycan Çinlə strateji müttəfiqlik sazişi imzalayıb və Çindən artıq birbaşa həm Bakıya, həm Azərbaycan üzərindən Avropaya blok qatarlar göndərilib. Keçən il 300 blok qatara qədər qatarlar göndərilmişdi. Bu il 600 blok qatar göndərilməsi hədəflənib. Həmçinin dəhliz boyu bu günlərdə iki önəmli bir hadisə baş verdi. Aktaoda demək konteyner terminalı istifadəyə verildi. Və Poçidə Qazaxıstan, Gürcüstan və Azərbaycanın ortaqlığı ilə yeni bir konteyner terminalı istifadəyə verilib. Hansı ki 80 min konteyneri illik ötürə bilər. Yaxın hədəflər 200 min konteynerə qədər çatdırılmasıdır. Və konteynerləşmiş yüklər də ümumi olaraq dünya yük daşınmasında daha çox tələb olunan bir yüklərdəndir. Düşünürəm ki, bizim orta dəhliz üzrə bu cür layihələr bizim üzərimizdən keçən yük trafikinə, yüklərin daşınmasına birbaşa təsir edəcək. Azərbaycan məkan etibarilə olduqca unikal bir coğrafi mövqedə yerləşir və bunun sayəsində həm şərqlə qərb, eləcə də şimalla cənub arasında mühüm iqtisadi körpü rol oynamaqdadır. O da məlumdur ki, Azərbaycan tarixən İpək yolunun əsas keçid məntəqələrindən biri olaraq mövcud olubdur və bunun sayəsində Azərbaycan bu gün də nəqliyyat və logistika sistemində strateji əhəmiyyətli rol oynayır. Bu kontekstdə Azərbaycan dəmir yollarının əhəmiyyətini xüsusi olaraq vurğulamaq lazımdır, hesab edirəm ki. Belə ki, istər şimal-cənub, istərsə də cənub-qərb beynəlxalq dəhlizləri üzrə hərəkət edən yük və sərnişin axınının fasiləsizliyi Azərbaycan dəmir yolları tərəfindən təmin edilməkdədir ki, bu nəticə etibarilə həm regional inteqrasiyasını gücləndirir, həm də ölkəmizin beynəlxalq tranzit imkanlarını da artırır. Bu kontekstdə orta dəhlizin əhəmiyyətini də xüsusi olaraq vurğulamaq lazımdır. Məlumdur ki, orta dəhliz 2014-cü ildə Azərbaycanın, Qazaxıstanın və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə bilavasitə yaradıldı və sonraki illərdə Rumıniya və Polşa kimi dövlətlərin də bu prosesə qoşulması ilə bu layihə genişlənmiş oldu. Bugün Çin-Qazaxıstan sərhədindən başlayan orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya qədər uzanır və bu eyni zamanda Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Azərbaycanın bu dəhlizdəki əhəmiyyətli rolu xüsusilə də 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə tam olaraq reallaşmış oldu. Çin və Orta Asiyadan gələn yüklər Xəzər dənizi üzərindən Ələt limanına daşınır. Məlumdur ki, buradan da dəmir yolu vasitəsilə Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılır. Bakı-Tbilisi-Qars dəmir yolunda bu dövr ərzində modernləşdirmə və genişləndirmə işləri aparılmışdır və bunun sayəsində də illik yük daşıma qabiliyyəti 1 milyon tondan 5 milyona qədər çatdırılıb və sonraki mərhələdə aparılan rekonstruksiya və genişləndirmə işləri ilə yük daşıma qabiliyyətinin 17 milyon tona çatdırılması da nəzərdə tutulmuşdur. Azərbaycan eyni zamanda şərq-qərb istiqaməti həm də şimal-cənub istiqaməti üzərindən də strateji mövqelər tutur ki, bu da Azərbaycanın yeni beynəlxalq geosiyasi ortamda ən mühüm üstünlüklərindən biri kimi qəbul edilməlidir. Bu dəhliz, yəni şimal-cənub dəhlizi də Avropa və Rusiyadan gələn yükləri İran və digər şərq ölkələrinə daşımaqla yanaşı, eyni zamanda Fars körfəzinə də çıxışı təmin edir. Ki, bu da
Bu kontekstdə Azərbaycan dəmir yollarının da bu daşımalarda, bu istiqamətdəki daşımalarda əhəmiyyətli rolu danılmazdır. Eyni zamanda digər bir istiqamətdə formalaşmaqdadır. Belə ki, 2020-ci ildə biz Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə ilə ondan sonraki antiterror əməliyyatının həyata keçirilməsi ilə ərazilərimizi tam olaraq işğaldan azad etdik, suverenliyimizi bərpa etdik və nəhayət etibarilə Azərbaycan tərəfindən yeni bir Zəngəzur dəhlizi layihəsi də gündəmə gəlmiş oldu. Və gələcəkdə bu layihənin reallaşması olduqca əhəmiyyətli rol oynaya bilər bu istiqamətdə. Belə ki, Horadiz, Ağbənd, Zəngəzur dəhlizi yolu üzrə dəmir yolu infrastrukturu formalaşmaqdadır və gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu xətt Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda Türkiyəyə doğru da quru dəmir yolu çıxışını da təmin edəcək və bütövlükdə bu infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa quruculuq işlərinin vacib elementlərinin biri olmaqla dəmir yolu sisteminin, vahid dəmir yolu sisteminin bütövləşməsi baxımından Azərbaycanın bu istiqamətdə apardığı işlər olduqca əhəmiyyətlidir və gələcəkdə öz müsbət töhfəsini vermiş olacaq. Nəticə etibarilə isə bugün Azərbaycan iki qlobal dəhlizin, əslində şərq-qərb və eyni zamanda şimal-cənub xəttlərinin qovşağında yerləşməklə Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz və Avropa arasında mühüm tranzit ölkəsinə çevrilibdir və Azərbaycan dövlətinin dəmir yolu infrastrukturuna yönləndirdiyi sistemli investisiyalar və strateji planlamalar Azərbaycanın qlobal yükdaşıma sistemində etibarlı tərəfdaş olmasına gətirib çıxarıbdır ki, bu da ölkəmizin əhəmiyyətini kifayət qədər artırmışdır və bundan sonraki dövrdə də bu layihələrin bir qədər də genişlənməsi və yeni layihələrin ərsəyə gəlməsi ilə Azərbaycanın bu istiqamətdə istər şərq-qərb istiqaməti üzrə, istərsə də şimal-cənub istiqaməti üzrə əhəmiyyətli rol oynayacağı danılmazdır. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.